Laqqasıyla tüpürdüm. Laqqasıyla tüpürdüm bugün akşam idi gecə. Laqqasıyla tüpürdüm sıfatına, tüpürdüm sıfatına. Attım bloka. Dedim səni dedim evində saxlayan kişi dedim kişidir. Qeyrət olsa eləyərdi o. Yox, onun evindəki kişinin qeyrəti olsa onu elə başlı başına bıraxar o. Bəli, qeyrət yoxdur, qeyrət yoxdur. Dedim səni dedim evində saxlayan dedim kişidir. Bu dedim sənə dedim ayıb olsun. Attım bloka getdi. Füzuli Biçkan özünü bıraxsa, Füzuli Biçkan özünü bıraxsa, Füzulinin başına trilyon yığılar, say hesab olmaz. Ancaq Füzulinin vicdanı mənlici var. Halal olsun. Ona görə sən ürəyimi istəsən ürəyimi verərəm. Mən 2 il mən Bakıda qalmışam. Mən 2 il Bakıda qaldım. And olsun Allaha. Mən 2 il Bakıda qaldım. Təkər sexlərində qaldım. Nə bilim ta Azərbaycanın o yeri yoxdur ki, mən orada qaldım da. Yəni problemlərlə bağlı da bu təkər sexində qalırdım, orada qalırdım. Nə bilim restoranda yatırdım, orada qalırdım. Hələ indiki bir günə qədər mən bir pis səhhətim olmadı. Çünki mən öz mənnicimi, öz şərəfimi qoruyan adamam. Fikir vermək, elə şeylərə fikir vermək. Allah'ı and edirəm, istəyirsiniz çağırın. Mən oğul anasıyam da, yəni 4 yaşımda oğlum var, üzr istəyirəm ifadəmə görə. Böyüklərdən üzr istəyirəm. Bax, mən indi cazı aldım yoldaşla, dedim mən o gözəl xanımın həqqi fanatıyam və çox onu istəyirəm. Allah qaçın Azərbaycana gəldim. Çox istəyirdim onların, ya onlar bizim qonağımız olsun, ya biz gəliyorlar. Çox sağ olun bacı, çox sağ olun. Sağ ol bacı, çox sağ olun. Çox sağ ol bacı. Ta bax gəlsənsə mənim bu kasıb qapım sizin üzünüz açıqdır. Çox sağ Biz də olun. milyonça deyilik, biz elə kasıb uşağı. Bizə də qurbandır sizin qapınız, vallahi. Çox sağ olun. Gözəli Füzulini Sizin istəyəni, kimi- gözəli Füzulini istəyəni Allah da istəsin. Bir də Yəni mən istəyirəm, yoldaşıma baxmışam, mənə cavab verib danışıram. Burada kimsə pis baxa bilməz ki, Bir dəqiqə, əsas bir dəqiqə. yoldaşımın yanımdadır, cavab verir. bir dəqiqə olar mı? İcazə Bəli, verirsiniz. İcazə verirsiniz danışın. Allah köməyiniz olsun. Sizin kimi qiriyyətli bacıları yarı ürəyimə qoyaram. Çox sağ olun bacı. Allah sizi var eləsin. Qardaşım, Allah ürəyinizə görə versin. Çox sağ olun. Sizin kimi qiriyyətli bacılar bizim başımızın tacıdır. Başınıza dönərəm, çox sağ olun. Füzuli, ay Füzuli. Ay canım. Həmişə belə aqressiv ol. Belələrinin qabağında Kasıbın var, ürəyi var, onu yazın. sən Füzuli. Bəli, bəli. Həmişə belə aqressiv ol. Nə qədər sakit olursan, bax belə muşlar da belə pis sözlər yazır. Bəli, bəli. Nə də yaza bilməz. Belə olmaq Nə də yaza lazım. bilməz. Belə ol. Belə ol, onda Nə də görəcək yaza- səndən qorxacaq. Nə də mən imkan vermərəm ki, ya mənim canlıma, ya onun canlısa kimsə artıq əskiləsə yazsın. Bəli. O profili axtararam, taparam, vicdanıma and olsun, qiriyyətimə and Qanuni olsun. şəkildə o adamın and evini olsun yıxar. Allaha, bıçağı soxaram ürəyinə, doğrayıb gedib durarım dama. Ay, heç bıçağa nə ehtiyac var, Füzuli? Əlbi eləsinin qanına bulama. Elə 10 sutka yeb yatsa ağıllanacaq. Çünki eləncə şərəfsizlər var ya qardaşım, sənə bir söz deyim. Eləncə Buyur, şərəfsizləri gərək öldürüb gedib girəsən tamam. Onlar yəni yer üzündə gəzməyə, yaşamaya. Bəli, bəli. Eləncə şərəfsizləri dənləyəsən, kötükün kəsəsən gərək. Axmaqların, evin eşiqin tanımayanların, ailəsindən xəbər olmayanları gərək yer üzündən siləsən. Evindən xəbərsizlər. Bəli, bəli. Kimsə çaşmasın. Bu canlıda heç kəs çaşmasın. Hamı öz yerində dursun, val dinməz. Ha bir də vəli dərkəlinci qardaş, bunlar ailədirlər də. Nə istəyirsiniz? Mən yəni ki, fərli başda ağlım yoxdur. Mən yəni ki, heç kəslə də mənim... Vallahi yəni siz bu cür adamı özündən çıxartdırsak, deməli siz çox ayıbdır. təhlükəli adamsınız. Ayıbdır, hər şeyində öz yerləri var. Ayıbdır. Ayıbdır. Özünüzə hörmətdir. Agil. Bu qədər indi mən biraz burada artıq əski biraz danışdım. Yəni o danışdığıma Yo, görə yo, artıq normal əski deyil burada qardaş. danışdım. Bu bilirsən, bu ay canlını Füzuli, bu çoxdan yığılmışdı. Nə vaxtsa bu patlamalı. Yox, bir dəqiqə olar qardaşım. Yəni mən Buyur burada qardaşım. artıq əski biraz danışdım. Bir dəqiqə mənə qulaq asın, artıq əski danışdım. Buna baxan bacılarımızdan, analarımızdan yenə üzr istəyirəm. Yaxşı insanlarımızdan, ha ki, yəni mən ücret dözə bilmədim. Boş ver, olan şey. Dözə bilmədim, yəni ona görə deyirəm. Oldu, yaxşı sağ olun. Mənim vaxtım tamam olur ki, mən işdən Sağ ol, çıxmalıya yeğenim. gedim, sənədlərə kağıza qol çəkeyim. Yaxşı, inşallah. Ay, çıx, vaxtında. Mən səni zəngiyim.
Bu değmiyor sözüne bəstirində. Bu Olmaz, getdir. ayıbdır. Orada uşaq da baxır. Görürsünüz, Gözəl xanımın uşaq duymadı. Uşağa hörmət qoyun. Ayıbdır, vallahi ayıbdır. Uşaq da rəyləri bildirir, rəyləri oxuyur. Olmaz, özünüzə hörmət qoyun. Vallahi ayıbdır. Hamı burada girir, danışır, deyib, nə üçün, danışmaq üçün. Niyə elə deyirsiniz? İndi onun dili var da, amma ürəyi yumuşaq xanımdır. Vallahi niyə beləncə onunla danışsınız, deyib, bilsin, Allah görə təmiz qadındır. Yəni çox onu adamlar tərifləyir. Mərd qız, o balalarını dişi ilə, dırnağı ilə böyüdü. Vallahi sizə düz deyirəm. Baxın, onun əyninə, başına baxın. O xanıma düzdür, gözəldir. Mən bir söz demirəm. Amma kasıb olsa da onun varlı ürəyi var. Bəli. Tanımadığı adama deyir ki, mənim kasıb qapım sənin yanı ki, açıqdır. Görün onun necə ürəyi Allah açıq haqqı qadındır. xanım, indi bir şey deyim ayım xanım. İndi mən sizə bir şey deyim Emma xanım. Milyonu olanlar görmüşəm ki, evinə qonaq gələndə işıqlar söndürür ki, evdə yox. Adam deyir ki, kasıb evim sənə sizin üzrünüzü açır. Elə eləyənmərəm. Mən qanımdan elməni qanım. Çünki Füzuli ilə Gözəlin ürəyi təmizdir. Mən ömür billah mənə də xəşiyyətim yoxdur ki, mən üzü qapının üzünə bağlayayım. Sabahlam Allah eləməsin, üz-üzə gələ bilərəm ondan. Bəli, Elanur, qeyrətli qadındır, bəli. Bəli, bəli. Zəhmətlidir. O balaları zəhmətlə, zülümlə böyüdür. Vallahi verişə də baxıram da, yəni danışır. İndi biraz bilirsiniz nətərdir? Biraz elə bil nervli yox, biraz elə bil istəyir fikrini çatdırmaq. Amma görür hamı üstünə düşür, başlayır əsəbləşməyə. Amma 5 dəqiqəlikdir. Kim saxlayan qalır? Amma Gözəlin nəyi varsa dilindədir. Tək hamı gözəl kimi olur. Bəli, ürəyində yoxdur. Gözəlin nəyi varsa Bəli, hamı dilindədir. dilində. Vallahi qardaş, mən də dilliyəm. Mənə dəymə, dəymərəm sənə. Kimə dəydin, o da dəyəcək də sənə. Düz demirəm, yox. Dəymə mənə, dəymərəm sənə. Mənə yaxşısınsa, mən də sənə yaxşı olacam. Ayıbdır, vallahi ayıbdır. Azərbaycan xanımıdır, girib verişdən, indi efirdir, danışır, indi o da insandır da, anadan da həsrətdir, atadan həsrətdir. Vallahi yazıqdır, üstünə düşməyin. Gözəli, Füzulini bugünkü gündə qınayanlar mən həmişə demişəm, başlarına gəlsin. Nə deyə bilər? Demirsiniz, Füzuli ilə Gözəl arsızlıq eləyir. O günə düşəsiz elə. Bax, onların çəkdiyini siz də çəkəsiniz. O da ailəsini qoruyur da. İndi o da ailəsini qoruyur da. Əsl kişi də ailəsini qoruyur da. Deyir, mənim yanımda, mənim yanımdadır. Sizə nə? Sizə nə? Bunu qəbul eləmək lazımdır ki, bunlar ailədirlər. Bugün sən nigaha da düşəcəklər. Bunu niyə qəbul eləmək? Bəli. Göngöz xanım deyən dedi də, bəyətdən deyil. İndi o olan şeydir. Bəli, bəli. Ailəsini qoruyub sevir, bəli. Valla. Girib burada kişilərlə tanış olmur ki, girib burada danışır. Yəni öz həyatını deyir, öz dərdini deyir, sizlə paylaşır. Siz də onun... Mamed, ay Mamed, heç bəlkə də sən qeyrətdən xəbərin yoxdur, ay Mamed. Ayıb. Nəysə, nə deyim, mən qardaş. Bir dənə xahişim odur ki, Emma xanım, məsələn, sizin də qabağınıza çıxsa, sizə 3-4 cavab verin, açıqlamayın. Çünki bu adam da istənir, o mən elə yoldaşı da bayaqdan istənir. onu demək istəyirdim. Bu xanımlar burada danışırdı. Qalxıb ona görə mən demək istəyirdim ki, kim aşağıda nə yazır, birinci evinə baxsın. Ondan sonra kimsə kiməsə nəsə fikir bildirə bilər. Evin için heç kəs bilməz. Sonra Füzuli qardaş qalxdı, o danışdı, mən sustum da, deyə bilmədim. Dedim, yəni ayıbdır da, olmaz. O da xanımdır. O da bir ananın balasıdır. Onu da bir ana dünyaya gətirib. İndi tarihi gətirməyib. Nə olsun ki, indi də o Füzuli iləndir. Allah onları xoşbəxt eləsin. Amin. Allah bilir kimə qələm çəkmək lazımdır bu həyatda, qardaş. Allah bunlara o qədər xoşbəxtçilik versin ki, bax o gözü götürməyənlərə dağ çəksin Allah. Bəli, üz istəyirəm sizdən. Ataların sözü var. Qələmi çəkəndə Allah, ataların sözüdür ya. Bax, dədə babadan mən eşitmişəm. Mən biraz 30 yaşım olsa da belə, 30 yaşdan keçmişəm. Məni kimisiz, mən də keçmişin adamları. Bəli, mənim xoşum gəlir keçmiş. Amma xanımların, o bizim bəzi bəylər, xanımlar, xanımın tərəfində belə söyüş görəndə mənə pis təsir eləyir. Yəni, nə qədər olsa xanımdır. Xanım, bizə də gözür istəyirəm. Bu şəhid bacısı, qoşacam səni də görüm nə ilə bağlı qoşulmaq istəyirsən. Allah rəhmət eləsin. Şəhid sahabilərin qabağında mən baş əyirəm. Allah rəhmət eləsin şəhidlərimizi.
Sən nə ilə bağlı qoşulmaqsan? Sən de, mən qoşacağım sənə. Çünki İraq sizdən. Çoxsu deyir qoş, çıxır burada tərbiyəsizlik edir. Sağ başta koşan bizi deyir. Heç kimə də qoşan deyil, dostum. Mən o Gözəl xanımın səhifəsində ikinci dəfədə qoşulan, o günləri qoşulanda bu canavar şəkili yox idi. İndi yoldaşım qoyub deyə mən də qoymuşam o canavar şəkili. Qabaq mənim öz şəkilim idi. Xoş gəlmisən. Xoş gəlmisən. Sağ ol. Çıxartmamışam. Gözəl olsun. Dəsiz. Salam, sağ olun. Eşitdim iş tapmışsınız. Xeyirli uğurlu olsun. Nə dəli? Eşitdim iş tapıbsınız da işinizə qayıtırsınız. Xeyirli uğurlu olsun. Amin. Sağ ol. Dağlarım sağ ol. Başma dönəm. Həmişə mehriban olun. Ruzunuz bol olsun. Sağ ol, sağ ol. Başım qarışıq deyil burada. Sağ ol, Rərəm. Canın sağ olsun. Canın sağ olsun. Öpürəm səni. Özünə yaxşı bax. Heç kimə də vecib alma. Var sizdə. Sağ ol canım. Sağ ol. Allah'a emanet ol. Sağ ol. Dostlar, Ay Şəhid bacı, sən nə ilə bağlı qoşulmaqsan? De Salam, görək. mən bir dəfə də qoşulmuşdum, siz yox muydunuz? Salam. Bir dəfə də qoşulmuşdum Gözəlin səhifəsinə. Orada düz deyir, gün nə dərəcəyə çatdı ki, yoldaşı onun Görmüyor sabama. Sonra düşürüyorum ama sana gösterin çünkü sonra çok düşüyor. Ötəndə bir dəqiqə əti qarışdırın. Oha. Get buradan. Allah, heç kəsi qoşa bilmirəm. Şəhid bacısı, sizin səsiz gəlmədi deyənə çıxartdım. Səsiz qırıldı deyənə çıxartdım. Buradayım, amma biraz üzrlü səni evdə işləyirəm, baxıram sizə qulaq asıram. Gözəl, elçini qoşum, gözəl. Qoş, qoş, yaxşıysan burada, qoş. Yaxşı, gözlə qoşuram. Yayındasan elçin. Sovyet mən baxırsan da, internetini qoşum. Hə? Sən məni tanımırsan. Mən səni tanıyıram. Yayımçı gözəldir də, qoy icazəsini alın. O şəhid bacısını niyə attın aşağı? Onun səsi qırıldı deyənə, O, mən- səsi gəlmədi, kəsdim. Yox, səsi gəlirdi, mən qoşdum onu yuxarı, döndüm. Yəni, hörmətsizlik olmasın. Yəni, Onda bir dənə istək yatsın, qoşaq da. At, qoy baxım görüm istəyi Yəni, var. məni qoşdum. Salam Mingəçevə, salam, xoş gəlmişsin, yeni gələnlər. Şəhid bacısı, sənə istək atdım, gəl yuxarı. Burada sənə, burada sənə. Qoşdum. səsim niyə gəlmirdi? Amma Elçin deyir. Səsiniz qırıldı deyən, ona görə çıxartdım ki, təzdən gəl. Nədənsə oldu. Elçin necəsən Buyurun, Elçin? şəhid bacısı. Sağ ol, Allah kimi, nə deyirsin? Mən onu deyirdim ki, orada bir xanım Gözəlin yoldaşı düz deyir. Elə bir naroşnu bir sözü 10 dəfə oxuyur. Mən mənliyimdən burada əsəbləşirdim. 10 dəfə deyir ki, ay Gözəl, orada yazırlar ki, üzr istəyirəm, gecə paltarında canını açırsan, niyə cavabını vermirsən? Bu sözü demək deyil. Gözəl cavabını verir ki, Allah ağlımı alınca canımasın. Təsəvvür edin, bir dəqiqə keçməmiş bir də deyir. Ay Gözəl, onun cavabını Katalizatorla verir. verir də, qızışdırır aranı. Ay sağ ol, mən mənimlə bunu gör, nə dərəcədə Füzuli əsəbləşdi ki, gördü ki, onlar roşnu eləyirlər, o qoşuldu sözü. Sonra deyək ki, gözə Ay, həqiqətən mən də həmişə baxıram, çox vaxt elə Elə bir yerində gözəl deyil. qızışdırmağa çalışırlar. Ay Elçin, sən gördün də Füzuli kimi adamı özündən çıxartdılar. Və elədir də.
O Bir min üst-üstə bir gece toplasan- kinosu vardı. Orada o kişi deyir gör nə cür xanımı sən dinləndirdin. İndi Efirdən bir yana, Füzuli efirdən qardaşı. bir yana hesaplasan, efirdən bir yana. Bir ildir mən Füzulini tanıyım, mən Füzulini belə görməmişdim. Yəni inan ki, həmən adama həmən yerində bəlkə soxar da, bıçaq qoyardı onun yerinə. Yəni elə əsəbi vəziyyətdəyik. Yox, o xanımsan, 10 dəfə bir sözü niyə təkrarlayırsan? Gözəl, niyə onun özü göz sözə bax. Gözəl, niyə onun cavabını vermirsən? Bekar adamlar dəqiqə keçir hamısı. bizdə. Sonra Gözəl, niyə deyirlər ki, onun gözəl cavabını söz vermirsən? deyir. Xanım idisə, elə gözəlin əvəzinə də cavab Ay, verir. arkasını deyir, dedim ki, elə gözəl oxuya bilmir də, sən oxuyursan, sən cavabını ver. Bəli, Hə. Sən özün bilirsən ki, gözəl burada ömrü boyu sportivni olub, yufka koftada olubdur. Sən əgər gözələ baxırsansa görürsən, oxuyursansa cavabını ver də bir sözü gözəli nə deyib tırqalayırsan. Gedib o başqalarına cavab verəmin də o nəzib aşağısı olanlara. heç bəlkə də yazan olmayıb, bəlkə də yalanla da deyirlər. Bəlkə də Allah haqqı mən bacım, mən baxdım, o sözü görmədim. mən də görmədim vallahi. Görmədim. Aşağı yuxarı elədim. Cavanşir adında deyir. Ha baxdım mən görmədim ki, bu harda yazdı ki. Hələ onda bu qardaş da dedi modam, hələ səssizə atmaqsad yox idi. Yəni mən Mən baxdım gözəl görmədim. xanımı ilə ancaq şalvardan, köynəkdən tanımışam. Allah'ın sən mədəni də geyinir. Namuslu qeyriyyətdir. Biraz dili var, o söz hamıda dil var xanım. Sağ ol, Mahirə, Mənə sağ ol, demərəm sağ ol. sənə. Düzdür. Ay bacım, saatda siz insan var, sakit bildiyin elə ilan kimi səni sancar ki, nətər. Vallahi. Düzdür. Mənim anamgilin bir qonşusu vardı. Baxırdı ki, nə sakit gəlindi, nəsə ay Allah, yoldaşı ilə dalaşanda qaynanasına, bacısına nələr deyirdi, əlim ağzımda qalırdı ki, Şəhid sakit bacısı, belə insanlar. bir söz var, eşitmişsiniz deyir, suyun lalatanı adamın yerə baxanı. Elədir də. İndi də gözəldir, indi deyir, gülür, biraz şeyləyir elə. Bunlar da elə bilir, elə gözəl, o dərəcədə ağılsız olub bunlara hər sözü deyəcək, özündən çıxacaq, nağ ayıracaq, tırkalamağa çalışırlar. Bizdə belə bir şey var da, biri siz də bağışlayın, üzr istəyirəm. Elə o dediyi kimi geyinib oturanlara elə xanım eləyirlər. Biraz da təşrifat. Mən bayaq elə qonşumla danışıram. Deyirəm valla biri geyinir, gəlir deyir bazara xanım Şəhid nə bacısı, istəyirsən? ay Mənim Şəhid kimisi bacısı, də mən başı sizə ağ bir şey deyim. gedəndə kasıb fason gedəndə deyir xala nə istəyirsən? Ay Şəhid bacısı, mən sizə bir söz deyim. Ha, Sizin işte. timsalınızda bütün Azərbaycanda, nəinki Azərbaycanda, dünyanın hər bir yerində nə qədər şəhid bacısı varsa, şəhid valideyni varsa, hamısının qarşısına baş əyirəm. Fərqi yox, tək Azərbaycan yox, dünyanın hər yerində. Sağ ol atam, sağ ol. Baş əyən Yəni çox olsun. onun adı elə bəs. Hayda. Amma bir dənə bir şey deyim, mənlə razılaşarsınız. Açıq geyinmək nəsə bir əxlaq ölçüsü deyil. Gözəl. Yox, indi elə də götürməyək qardaş. Bu saat Doğru. elə zamaniyə gəlmişik ki, düzdür. Məsələn, başı bağlı olub nə hoqqalar bəlkə də üzr istəyirəm, hamıya aid deyil. Amma yəni elə zamaniyə gəlmişik ki, bəzən geyimlə də ölçülür də. Həqiqətən. Vallahi ölçülmür. Mənim bir Yo, qrup yo, yo, yoldaşım yo. var idi. Bax, mən sizə bir şey, mənim bir qrup yoldaşım var idi. Yanvar ayında qar yağırdı, bu adam açıq geyinirdi. Amma ən əxlaqlı qız idi o sinifdə. Olmaq bir şey. O da Yəni, düzgün deyil, o da amma düzgün. belə götürəndə də, ay şərəfsiz. Sən nə vaxt gözəli canlı yayında o geyimdə görmüsən ki, aranda Ay başıma dönüm, o sözü biz orada görmədik. Bəs onu deyirəm də, o ara qızışdıqlarını deyirəm. O xanım onu bir demir, iki təsəvvür elə, bir demir, iki demir, bir demir, iki demir. Gözəl, özü yox, gözəl. Niyə cavabını vermirsən? Gözəl, niyə onun cavabını vermirsən? Mən ona görə pis söz. Valla xanımdır da indi. Belə söz deyərlər. Qardaşlarımız, analarımız, dədəmiz, babamız baxır bu verişə, bu efirə, gecə yatdığı paltar. Ayıb da elə söz deyirlər Azərbaycan xanıma. Tutaq ki yazıblar, cavabın veriydin yerində, peçatı qoydun, da 3 dəfə gözələ deyirdin o Ay sözü. işte Allah haqqı düz 5 dəfə dedi bəlkə də. Fikir verdi. O dedikdə mən də yazılar aşağı yuxarı eləyirəm ki, görüm o cavan şey. O uşaq da gəldi, gözəlin oğlu da gəldi, heç tapmadı kimdir. Yalanlar katalizatorlar edirlər də. Eləcə uzanıyacaq əbədim. Hə, heç nə O da xeyri yox. Bilsən, bəzilər orada Millət yazır. dönəmi. Valla bizim millət buyuq da. Nə olar, indi kasıb insanda işə təzə başlayıb, maaş almayıb. Gücələn Valla keçən deyil. mən də qoşuldum. Bacılara müraciət O sabah elədim ki, gedir. 1 manat nədir ki, ataq, dəstək olaq. Nə olacaq ki? 1 manat elə bir ki, fikrində tutmusan, bir Şəhid yuxu bacısı, görmüsən. özüm mən səhv eləmirəmsə, siz dəstək də olursunuz ha. Hə, demirəm keçən dəfə qoşulmuşdum. Hə, elə dedim çıxanda mən də Mənim keçən. yəni belə çıxması mənim yaddaşım güclüdür. Mən bilirəm ki, siz ona dəstək olursunuz.
sözüm de deyirsiniz ki Mən vallahi özüm imkanlı adam deyiləm. Bir dilim çörəyim olsun, onun bir dişlərini götürüb qalanını verən insanım. Yəni bu dünyadan heç nə aparmayacaq, heç nə. Güzel. Güzel. Bəli, bəli. İnsan dünyaya gələndə Birazdan, birazdan. gedəndə bələndir. Birazdan kartıma yenə pul verəcəm, ay gözəl. Çox sağ ol Mənə də bıraxsan. qardaşım. Əşin nə vuracaq? Elçin sən də. Sən bu yuxarıdakı onun Allah görürəm çöldə. İnansan qapı kilidlənib qapı çöldə. Niyə? Ay gözəl xanım, bu kartımızdır Abi, burada. Sağ ol Namik, çox sağ ol. Namik, çox sağ ol. Həmçə hər yerdə xəyalsan, Namik, Oldu, çox sağ ol. oldu. Mən başa Sağ düşdüm, ol, yəni Namik. kömək eləyir də sizə, düzdür? Bəli, sağ olsunlar, bəli. Şimdi 1 manat dama görürlər 5 manat. Mən direktə sizə yazaram, yaxşı bax. Sovet. Hacı, Mən kömək lazımdır. Mən qancım Allah bilir çətinlik olar. nə təhər başa düşmür. Evi dəyişmişəm, gözəl özü bilir. O yopa vermişlər. Bilmirəm, Eşkini bəy, burada bilmirəm, Qapılar onu dənə məndə kilitlidir. yazıb, Pəncərədən yuxarıda. Onu verirsən, gözəl xanım, mənə atmayın. Nə olar, lazım deyil onu dənə Xanımlar konu. danışsın, danışalım. Xanıma. Mən sizdən xahiş edirəm. Hamı danışıb qutarandan sonra mikrofonu bağlasın ki, səsə qarışmasın. Xahiş Mən edirəm. bir dənə gözələ söz deyim, baş verirəm çıxıram. Gözəl, ay gözəl, bacı qurban. O xanımlar danışsın, səsin Eşidirsən? danışsın. Bax bayaq ora heç kim heç nə yazmamışdı. O xanım səni tırkalayırdı. Bir demir, iki demir. Gözəl niyə cavabını vermirsən? Bu Gözəl niyə xanım, cavab? Heç kimin burada oxuyub sənə deyilən sözlə Füzuli demişkən söz fikir vermə. Eşitdin? Səni Sağ ol, qızışdırırlar bacı, ki, sağ ol. ağzından nəysə söz çıxsın. Eşitdin bax? Nə qədər də əsəbi olsan özü cilovlamağı bacar. Laf belə üzr istəyirəm. Belə nələrsə söysələr də özü cilovla. Vəssalam. Allah qazanı həmişə qaynar eləsin. Ruzun etsin. Balaları rızdan yetsin. Sağ olun. Sağ ol bacı, sağ ol, sağ ol. Var ol, çox sağ ol. Gözəl bacımıza hədiyyə atmaq xahiş edirəm. Ay Elçin, nə deyirdin? Nə bilməm, basım oyun gəl, vallahi belə bir günü çöllədi. Ema sağ ol, çox sağ ol. Ema cibin Bir otaq dolusun, ver, Ema. çətin otaq ver. Əlindən ayağından öpürəm, sağ ol Ema. Qoşu yapsın. Ay gözəl. Gözəl səsi çıxmır ki. Sağ ol Ema, cibin dolu olsun Ema, çox sağ ol. Qaytaram, bu dənə jeton nətər qaytar. Bu deyib Aynen, ki, dersin, mənim dersin. yoldaşımdır. Mənim biraz başım çıxmır düzün sözü. Budur. Amma yoldaşıma deyəcəm, inşallah dəstək olarıq sizə. Ukraynadan. Sağ ol Ema, sağ ol. Çox Salam, sağ ol. salam, salam. Nə deyirdin ay Elçin? Ya bunun için azarım olsun. Bir dənə nəfər başı şey. Lalə, çox sağ ol. Lalə, cibin dolu olsun. Gözəl Benim baba. demə, köməkləsin bunu açam. Qapı açılmayıb, veriblər, bir otaq verməmişlər. Ha, Hə. Yəni iki otaq verirlər, xoşuma gəlir, babatdır, yaxşı. Lalə sağ ol, cibin dolu olsun Lalə. Yəni, Lan Sağ ol. gözün ay Elçin, təbrik eləyirəm. Namik, çox sağ ol. Cibin dolu olsun Namik. Çox sağ ol, gözümüz. Laf sevindim sən. bir otaq Ay Elçin. Ay Elçin, bir hardadır? otaq şeydə Hacqabında. Ha, Olmasa Olmasa ne? ev çıxamı qapıdan cibin dolu sağ olsun, xar. olma. Ay Elçin. Bir dənə zamot dəyişilməlidir, elə. İnşallah evlənəsən, oradan körpə səsi çıxsın. İnşallah. Yaxşı, xoşum gəlir, normaldır. Səsim gəlir, ola. Səsdə gecikmə var Elçin. Gecikmə var. Hədə var, qonşudan götürdüm. Bir təkdir, onları biraz zəifdir. Wi-Fi yoxdur. İnşallah şəhid var. Bu qapılar xarab olub, zamoklu xarabdır. Açılmır, pəncərədən yiyib çıxıram. Fehenə çağır da, fehenə gəlsin. Deyirəm, mənə hələ gəlib çıxmayıb. Dünəndən gəlmişəm bura. Bizdə belədir də, skoru gələnə kimi adam ölür, pajarını gələnə kimi ev yanır. Ay sağ ol. Emil, çox sağ ol. Emil, cibin dolu olsun. Əlindən, ayağından öpürəm. Emil, çox sağ ol.
Ha, bir dənə köpək nə var mı? Ay, qonşu yoxdur. Böyle her özü için de sen zaten da yaşlı adamlardı. Kime diyeyim yani? Elçin qapını göstər bir dənə. Değer göster ama atsın tepine vuracağız. Taxta atsa bir dənə moşunu vursan talçokla açılacaq. Tamam, vermeyi bildi.